Bəzən diqqətdən kənar qalan mövzulardan da biri reklamda əlçatanlıqdır. Fiziki məhdudiyyətli şəxslərin reklam məzmunundan bərabər çıxışın təmin edilməsi. Yəni görmə, eşitmə məhdudiyyətli şəxslərin digərləri kimi reklamı görməyi, eşitməyi və anlaya bilməsidir. Reklam təkcə məhsul satmaq vasitəsi deyil. Reklam həmçinin ictimai mesaj, mədəniyyət daşıyıcısı və cəmiyyətin aynasıdır. Bu səbəbdən də reklamın hamı tərəfindən görünməsi, eşidilməsi və başa düşülməsi vacibdir. Çox sevindirici haldır ki, 2025-ci ilin aprel ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunda maddə əlavə edilmişdir ki, həmin maddənin tələblərinə görə televiziyada işarə dilinin tətbiq edilməsi, hal-hazırki vəziyyəti, müəyyən problemlər və onların çözülməsi bir müzakirə mövzusuna çevrilmişdir. Bu kontekstdə əlçatanlıq prinsiplərinin reklama tətbiq edilməsi bir zəruriyyətdir. Bu həm zamanın çağırışı, həm də cəmiyyətə bir mesajdır ki, TV-də və rəqəmsal platformalarda yayımlanan reklamlarda əlçatanlıq prinsiplərinin tətbiq edilməsi həm zəruri, həm də vacibdir. Çünki brendlər üçün bu təkcə sosial məsuliyyət deyil. Bu brendlər üçün onların marketinqinin həm də insan mərkəzli bir mərhələsidir. Əlçatan reklamların prinsipləri nələrdən ibarətdir? Eşitmə məhdudluğu olan şəxslər üçün subtitrlərin və qapalı altyazıların tətbiq edilməsi. Media platformalarda buna closed caption da deyilir. Eyni formada görmə məhdudluğu olan şəxslər üçün, məsələn, səs təsvirinin tətbiq edilməsi, biz buna audio description kimi də bilirik. Bundan başqa ictimai və sosial mesajlarda işarə dilindən istifadə. Brendlər üçün bu məhsul qablaşdırılmasında Braille əlifbasının tətbiqi. Eyni formada yazılı və rəqəmsal reklamlarda onların sadə, oxunaqlı və yüksək kontrastlı vizuallarla təmin edilməsidir. Sual yarana bilər ki, bəs əlçatan reklamlar nə üçün lazımdır? İlk növbədə bu sadəcə olaraq texniki tələblər deyil. Bu bərabər informasiya hüququnun qorunmasıdır. Və bundan başqa bu sosial inklüzivlikdir. Yəni hər bir şəxsin eyni mesajı eyni anda qəbul etməsi. Bundan başqa brendlər üçün bu bir brend etimadı və brend məsuliyyətidir. Yəni əlçatan reklam tətbiq edən brendlər insanlar arasında, istehlakçılar arasında onların etibarını və inamını daha da çox qazanmış olurlar. Həmçinin bu beynəlxalq uyğunluqdur. Yəni əlçatan reklamlarının təmin edilməsi Azərbaycanda beynəlxalq standartlara, bizim beynəlxalq standartlara uyğunlaşmağımız deməkdir. Hal-hazırda Azərbaycanda reklam sayəsində əlçatan reklamların təşviq edilməsi üçün bir stimul mexanizmləri yoxdur və bu müəyyən çətinliklər yaradır. Hansı çətinliklərdir? Bir, yerli şirkətlər həm əlçatan prinsiplərinin tətbiq edilməsində maraqlı deyillər. Bu nədir? Məsələn, qapalı altyazılar, səs təsvirinin tətbiq edilməsi, Braille əlifbasından istifadə, işarə dilindən istifadə və s. Eyni formada bu sahənin inkişaf etməməsindən bu prinsipləri təmin edə biləcək və onları texniki olaraq yarada biləcək yerli qurumlar da, təşkilatlar da və insanlar da azlıq təşkil edir və ya demək olar ki, onları yoxdur. Bu digər bir problemə də yol açır ki, beynəlxalq şirkətlər hansılar ki, bu standartları özlərində artıq uyğunlaşdırıblar, onu Azərbaycana gətirmək istədikdə müəyyən problemlərlə üzləşirlər. Çünki həmin reklamları yerli bazar üçün adaptasiya edib, tərcümə edib, yayıma verə bilmirlər. Sual yarana bilər ki, bəs hansı stimullaşdırıcı mexanizmlər tətbiq edilə bilər ki, reklam sahəsində də əlçatanlıq artmış olsun, istifadə edilmiş olsun. Əslində bir çox ölkədə bunlar artıq tətbiq edilir və onları Azərbaycanda da tətbiq etmək bir əslində problem yaratmamalıdır. Bunlara nələr daxildir? Məsələn, əlçatan reklam təmin edən media platformalarının müəyyən güzəştlər alması, kiçik vergi güzəştlərinin əldə etməsi.
Eyni formada dövlət televiziyasında, dövlət media platformalarında əlçatan reklam yerləşdirən şirkətlər üçün vergi güzəştlərinin təmin edilməsi, eyni formada reklam verən şirkətlər üçün onlara əlavə yayım bonusunun verilməsi, məsələn. Həmçinin media agentliyi tərəfindən, məsələn, ən əlçatan reklam formatında bir mükafatın təsis edilməsi və əlçatan reklamı təşviq edən və verən şirkətlərə təqdim edilməsi ola bilər. Eyni formada əlçatan reklamların yaradılmasında iştirakı olan agentliklərə müəyyən vergi güzəştlərinin verilməsi, həmçinin bu tip reklamların çəkilişində iştirak edən aktyorlar arasında da görmə və eşitmə məhdudluğu şəxslər varsa, onlara müəyyən güzəştlərin tətbiq edilməsi, həmin reklamlara əlavə bonusların verilməsi, yayım bonusların verilməsi, müəyyən vergi güzəştlərinin təmin edilməsi kimi bu tipdə təşviq edici və stimullaşdırıcı bir mexanizmlər mümkündür. Bu nəyə gətirib çıxardacaq? Azərbaycanda həm reklam sahəsinin inklüziv olmasına, həm yaradıcılığın daha da artırılmasına və eyni formada bizim beynəlxalq standartlara yaxınlaşmamıza və lokal reklam bazarının daha da inkişaf etdirilməsinə gətirib çıxaracaq. Brendlər tərəfindən reklamlarda əlçatanlıq prinsiplərinin tətbiq edilməsi bir sosial jest deyil. Yəni bu inklüzivlik, bərabərlik və onların hörmətinin vizual ifadəsidir. Çünki reklam hamı üçündür, hər kəs tərəfindən görülməlidir və reklam mesajı o zaman güclü olur ki, o hər kəs tərəfindən görülsün, eşidilsin və hiss edilsin.